Məhrumun balamızın ruhunu şad eləsin, məqamını âli eləsin, ailəsinə səbir dözüm versin. Valla ağırdır, bu oğulların qarşısında danışmaq həqiqətən də çox ağırdır. Çox, nə bilim, günü-gündən yaralarımız biraz da dərinləşir. Deyirdilər ki, zaman keçdikcə unudulacaq, xeyr. Zaman keçdikcə daha da o yara təzələnir, həmən günləri yaşayırıq, həmən dəqiqələri yaşayırıq, həmən anlar gözümüzün qarşısından keçir. Yenə də Allah hər birimizə səbir dözüm versin, başda da müşkün azan olmaqla. Allah sağ səbir dözüm versin, ana. Belə bir oğlu böyüdür, vətən üçün, torpaq üçün qurban vermişsən. Düzdür, nə qədər ağır olsa da bir elə də qürurludur. Mən bunu hər dəfədə də deyirəm, analar var ki, oğlun əlindən dad eləyir, amma biz bu oğullarla qürur duyuruq ki, belə bir oğullarımız olubdur. Gedib Qarabağı 30 illik bir ləkəni alnımızdan silibdir. 30 illik bir zülmə bunlar işıq verdilər. Allah ruhlarını şad eləsin, qəbirlərin nurla da olsun. O Qarabağa hər dəfə addım-addım getdikcə həqiqətən də çox ağırdır. Mən 2 gün bundan qabaq Şuşa Daşaltı məscidində oldum, çox ağırdı həqiqətən də. Prezidentimiz sağ olsun ki, elə bir yerdə həqiqətən o məscidi inşa elətdirdi. O uşaqların Şuşaya dırmaşma, Daşaltında bir məscid inşa edildi, həqiqətən də çox qürur vericidir. Nə qədər ağır olsa da bir elə də qürur vericidir. Elə bilirəm ki, bu boyda Qarabağ torpağında gedib namaz qılmışlar, amma orada qılınan namaz mənə daha xoş gəldi. Həqiqətən çox həm qürur vericiydi, həm də çox ağırdı. Ki orada o uşaqlar o Şuşaya dırmaşmaq mənzərəsi adamın gözünün qarşısında canlanır, amma ona da baxmayaraq yenə də qürur duyursan ki, bu uşaqlar torpaqları azad elədilər. Torpaqlar azaddır, bu günlərim o torpağa gedirik. Allah ruhlarını şad eləsin, məqamlarını âli eləsin. Amin. Balasın yurdunda yurtçı eləsin. Sizə də çoxlu səbir dözüm versin. Allah rəhmət eləsin. Sözü verir, şəhidsin. Amin. Mənim deməyim odur ki, anım gündən nə qədər keçib, şəhiddə xiyabandan millət gəldi, özünüz bilirsiniz. Ondan sonra bir adam geri qayıtmadı. Xiyabanı büyüyün, üstəki qələmfərlər quru, hamısını büyü yığıb tökmüş yayına, qırağı bir kənara. Deməyim odur ki, bu şəhidlərə elə yiyələri Allah atalarından anadan sağlıq versin, qardaşlarına, bacılarına, vicdanlı insanlara can yandırırlar. O şəkillər sökülür, bozarmış şəkillər. O bilsən niyə sökülür? Ona görə ki, dəyişmirlər. Vururlar sonra dəyişmirlər. Onu sökənlər düz edirlər, sökülür onları. Çox düzgün edirlər. İndi mən onu demək istəyirəm ki, bunların şəhidlərin vəsait arif devlətimiz. Allah şəhidlərimizə rəhmət eləsin. Vəsait arif. Vəsait arifi mən gedim kef edeyim, fulakeskesi kef eləsin. O vəsait arif ki, bu şəhidə baxılsın. Əgər sən baxa bilmirsən, xəstəsən, pul ver, başqası baxsın. Bu şəhidə ayrılıb o. O ayrılmıyor ki, kimsə gedir ondan nəsə eləyər. Bu şəhidlərin qədrin bilmək lazımdır. Bu şəhidlər adi ölü deyil. Bu şəhidlər şəhiddir. Quranda bunların adı var. Ona görə də, yenə deyirəm, sən baxamırsan, vəsait ayır, başqası baxsın. O pulu sənə ayrılmır ki, sən gedib nəsə eləyəsən. O pul şəhidlərinkidir. Şəhid dursa ki, mən gəlim evə, sən gəl bir 10 gün mənim yerimə yat, çox adam gef yatmaz. Deyərlər, sən qal yerində. Can şirin şeydir. Onlar amma canı verirlər. Allah onlara gəlin rəhmət etsin. Onlar canı veriblər, bizlərdən ötəri. Onların qədrini bilmək lazımdır. Bilənlər bilir, bilməyənlərə şamildir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Atalarına səbir versin. Yəni yenə deyirəm sağa. Şəkildir, vururlar, sərbi uzarır, çıxartmırlar. Ona görə falan şeyi, bayrağı vururlar, bayraq çırıq-çırıq olur. Sərgəf kiməsə, gözdəki kimsə gələcək. Nə görə kimsə gəlməlidir? Sənə devlət vəsait arif. Vurmursan, dəyiş. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.